Səhiyyə Nazirliyi qrip və kəskin respirator virus infeksiyalarının artması ilə bağlı əhaliyə müraciət edib. Bildirilib ki, havaların soyunması, qapalı məkanlarda daha çox vaxt keçirilməsi infeksiyaların geniş yayılmasına şərait yaradır. Əhaliyə şəxsi gigiyenaya diqqət yetirmək və qripə qarşı peyvənd tövsiyə edilir. Səhiyyə Nazirliyi tərəfindən profilaktik və əks-epidemik tədbirlərin gücləndirilməsi məqsədi ilə qrip əleyhinə Sanofi Pasteur Fransa şirkətinin istehsalı olan tam təhlükəsiz və yüksək keyfiyyətli vaksin preparatları ölkəyə gətirilib. Qripə qarşı peyvənd infeksiyaya yoluxma riskini azaltmaqla yanaşı, xəstəliyin ağır keçməsinin və ağırlaşmaların qarşısının alınmasında effektiv vasitə hesab olunur. Bununla yanaşı, vətəndaşlara şəxsi gigiyena qaydalarına riayət etmək, əlləri mütəmadi olaraq yumaq, qapalı və sıx məkanlarda tibbi maskalardan istifadə etmək, xəstəlik əlamətləri müşahidə olunduqda evdə qalmaq və özünə müalicədən çəkinərək vaxtında həkimə müraciət etmək tövsiyə olunur. Əhalinin sağlamlığının qorunması və respirator xəstəliklərə yoluxma hallarının azaldılması məqsədi ilə Səhiyyə Nazirliyi vətəndaşları məsuliyyətli davranmağa, xüsusilə risk qruplarına daxil olan şəxsləri mövsümi qripə qarşı peyvənd olunmağa çağırır. Qeyd edək ki, qripə qarşı vaksinasiya tam ödənişsizdir, yaşayış və ya iş yeri üzrə əhaliyə ambulator